İctimai televiziya və 4SIM-in birgə layihəsi. Robotlar proqramlaşdırılan və müxtəlif vəzifələri yerinə yetirmək üçün hazırlanmış maşınlardır. Onlar insan əməyini avtomatlaşdırmaq, müəyyən sahələrdə daha səmərəli işləmək üçün geniş tətbiq edilir. Robot istehsal ediblər ki, onurğa sütununu %100 problem yaratmadan əməliyyat edə bilir. Hansı ki, həkim nə qədər də professional olsa, o şurupu hara bağlamaq lazımdır dəmir üçün ki, sabah qopmasın. Bunları düşünmək insan üçün çox çətindir. Amma robotun beynində bütün kitabxanalar, loqlar olduğuna görə o hər şeyi ideal hesablayır deyir. Misal üçün, sənaye robotları avtomobil, elektronika və digər istehsal sahələrində dəqiqlik və sürətlə təkrarlanan işləri həyata keçirir. Xidmət robotları insanların həyatını asanlaşdırmaq üçün nəzərdə tutulub. Təmizlik, qida hazırlama, əyləncə və ya təhlükəsizlik xidmətləri göstərirlər. Avtonom robotlar özlərini idarə edə bilən və proqramlaşdırmaya ehtiyac olmadan ətrafı müşahidə edib qərarlar verən robotlardır. Humanoid robotlar isə insanlara oxşar şəkildə dizayn edilir. Bu robotlar daha çox tədqiqat və xidmət sahələrində istifadə olunur. Ötən əsrin 80-90-cı illərində texnologiya inkişaf etdikcə robotların kütləvi istehsalına başlanıldı. Son 20 ildə isə süni intellektli sosial robotlar yaradıldı. Azərbaycanda da bu sahədə işlər görülür. Deyə bilərik ki, artıq bizim də milli robotumuz var. Adı humanoid Sufi olan robotun yaradıcısı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Elektron Akademiya şöbəsinin baş mütəxəssisi Anar Nəbiyevdir. O artıq 7 ildir ki, onun üzərində çalışır. Aviasiya Akademiyasında təhsil alan seçilmiş tələbələrini də bu layihəyə cəlb edib. Salam, sizi görməkdə məmnuniyyət duyuram. Sizə necə kömək edə bilərəm? Sufi hal-hazırda hərəkət edə bilir, heç nəyə toxunmur. Sizi gördü, sizi tanıyırsa, əgər beyninə yazmışıqsa ki, bu adam, yəni filan kəsdir, adını çəkəcək, məni görsən Nəbiyev deyəcək. Əlini qaldırıb görüşəcək. Yəni bizim bu dəqiqə mən belə danışanda əl hərəkətlərim yoxdur. Bunlar hamısı yazılıb ora, bir-bir. İndi gələcəkdə özü süni intellekt işləyəndə hansısa əlavə bir söz nəsə eşitsə və mən ona yazmadığım hərəkət olsa, özü düzüb qoşacaq o hərəkəti. Robotun yaradıcısı deyir ki, Sufi hələ yolun başlanğıcındadır. Onun təkmilləşdirilməsi üzərində işlər davam etdirilir. Çalışırıq emosiyalarda olsun və Elmlər Akademiyasında olan kitabların hamısını süni intellektə çevirib bizim Sufi robot vasitəsilə cəmaata çatdırmaq istəyirik. Yəni kitabxanaya gələn olanda hansı kitabdan istəyir, sual versin, yaxud nəsə yol göstərməyə lazımdırsa, bu robot ona köməklik eləyəcək. Müsahibimiz robotların cəmiyyətə təsiri və gələcəkdəki rolundan da danışdı. Bildirdi ki, gələcəkdə robot bəzi sahələrdə insan əməyini əvəz etsə də, yenə də insana, onun həyat tərzinin rahatlığına xidmət edəcək. İnsan gələcəyini başa düşməyəndə, görməyəndə çox təlaş keçirdir. Bizdə robotlar, bəzi insanlar robotlara baxır və elə bilir ki, onun həyatını çətinləşdirəcək, sabah o işləyə bilməyəcək, çörək qazana bilməyəcək, amma bu belə deyil. Düşünməyin ki, robotlar insana nəsə xələl gətirəcək, yoxsa yox. Əgər mən robotu düzəldən adam cəmiyyətə xələl yetirmək istəmirəmsə, heç vaxt mənim robotum da xələl yetirməyəcək. Nə tapşırsan, onu da eləyəcək. İctimai televiziya və 4SIM-in birgə layihəsi.